Deməli, burada bizdən 18-də doğru fikri istəyir müəllimlər. Bax, A bəndində fikir doğru, niyə doğru deyil? Taksonomiya refleksiyanın düzgün aparılmasına xidmət edir. Taksonomiya, ümumiyyətlə, biz dərslərimizi taksonomiyanın mərhələlərinə uyğun qurmalıyıq. Tapşırıqlarımızı, məzmunumuzu, verdiyimiz informasiya taksonomiyaya uyğun olmalıdır. Amma biz deməli taksonomiya refleksiyanın düzgün aparılmasına xidmət etmir. Taksonomiya bir bəndini niyə doğru götürdük? Çünki taksonomiya təlim məqsədlərini düzgün planlaşdırmağa imkan yaradır. Bəli, biz təlim məqsədlərimizi, yəni təlim nəticələrimizi. Bax, dedi ya, biz təlim nəticələrimizi neyirdik? Taksonomiyanın feillərinə uyğun götürürdük. Nə idi taksonomiyada? Dinamik feillər. Bax, onları da sizə açıqlayayım, yadınızda qalsın. Nümayiş etdirir, nümunələr gətirir, fərqləndirir, səciyyələndirir, sonra deyək ki, müəyyən edir, müəyyənləşdirir, qruplaşdırır, fərqləndirir, müqayisə edir. Bax, bunlar taksonomiyanın dinamik feilləridir. Və biz təlim nəticələrimizi planlaşdıran zaman həmin o feillərdən istifadə edirik. Ona görə bizə deyir, taksonomiya təlim məqsədlərini düzgün planlaşdırmağa şərait yaradır. Bəli, asandan çətinə doğru, sadədən mürəkkəbə doğru xatırlamağın da sualını tərtib edirik, eləcə də düz yaratmağa kimi. S-də niyə yanlış dedik biz? Yalnız aşağı təfəkkür. Xeyr. Bayaq da biz digər sualımızda da bunu demişdik müəllimlər. Taksonomiya yalnız aşağı təfəkkür səviyyəsinə uyğun qiymətləndirmə aparmasını təmin etmir. Həm aşağı, həm yuxarı. Burada məsələn bütöv şəkildə verib, ola bilər ATS baş hərfləri ilə də verə bilər. Məsələn sözlərin qısa təsviri ilə. Eləcə də YTS kimi verər, yəni yuxarı təfəkkür səviyyəsi. Sonra taksonomiya şagirdlərin əsasən yaddaş və hafizəsinin inkişafına imkan yaradır. Taksonomiya müəllimlər tək yaddaş hafizənin inkişafına imkan yaratmır. Məsələn, deyək ki, taksonomiyada xatırlama mərhələsi şagirdin yaddaşına, hafizəsinə əsaslanırsa, digər mərhələlərdə tətbiq bacarığı, təhlil bacarığı, yaratmaq bacarığı, tənqidi yanaşma bacarığı, yaradıcılıq bacarığı inkişaf elətdirir. Tək taksonomiyada elə yaddaş deyir, əsasən yaddaş. Xeyr, tamamilə yanlışdır. Yəni, xatırlamaq mərhələsi deyək ki, yaddaşı hafizəyə köklənir, amma digər mərhələlər yox. Taksonomiya E-də nə deyir? Taksonomiya tapşırıqların eyni səviyyədə hazırlanmasına şərait yaradır. Biz şagirdlərə tapşırıqları eyni səviyyədə hazırlasaq, müəllimlər, burada inklüzivliyin pozulması var, burada bərabər imkanların pozulması var. Müəllimlər, biz eyni səviyyədə tapşırıq hazırlaya bilmərik. Məsələn, deyə bilər ki, bax, deyək ki, Nərgiz müəllimə şagirdlərə tapşırıq verərkən hamıya asan sual tərtib etmişdi. Hamıya çətin sual tərtib etmişdi. Hamısı yanlışdır. Niyə? Hamıya asan verəcəksənsə, zəiflər yazacaq, güclülər üçün maraqsız olacaq. Onsuz da mən bunu bilirəm də. Bu müəllim nə suallarda bizə verir? Hamıya çətin qoyacaqsansa, güclülər yazacaq, zəiflər baxa-baxa qalacaq, yaza bilməyəcək. Deməli, burada bərabər imkanların pozulmasıdır, inklüzivliyin pozulmasıdır. Yəni, bax, bu eyni səviyyədə hazırlanmasına, yox, müxtəlif səviyyədə hazırlanmasına şərait yaratsa, deyərsə, o halda düzgün götürə bilərik. Bunları belə variant sizə təhlil edirəm ki, müəllimlər, sırf taksonomiya haqqında deyək ki, bu elmi biliklərinizdə olsun ki, məsələn, taksonomiya əsasən nələr müəyyən olunur, taksonomiya nəyə xidmət edir və s. Sonra